Rəqib komandanı qələbə münasibətilə təbrik edirəm. Ağır oyun oldu bizim üçün. Aydın məsələdir. Qarabağla səfərdə oynayırsan. Heç bir zaman bu oyunlar asan keçmir. Xüsusilə də bugün nəzərə alsaq, rəqib bəlkə də ən güclü, ən optimal heyəti ilə çıxış edirdi. Bizim işimizi biraz çətinləşdirirdi. Amma futbolçularım əla mübarizə apardılar. İlk saniyədən hakim final fitinə qədər mübəhli idilər. Qorxmadan rəqiblə mübarizə apardılar meydanda. Oyun rəqibin üstünlüyünə keçirdi. Bu oyundan öncə də bildik, oyun belə olacaq. Biz daha çox meydanın mərkəzində etibarlı müdafiə olub, rəqibi orada qarşılayıb. Daha çox əks hücumlara bel bağlayırdıq. Hansısa məqamlarda alınırdı, hansısa məqamlarda alınmırdı. Amma ümumən futbolçuların çıxışına razı qaldım. Artıq 5-ci oyundur ki, Qarabağ bizə 9-cu qol vurur. Duran topdan, halbuki bilmirəm, bu tendensiya davam edir hələ də. Bunu qarşısına heç alan biri oyundan öncə də danışmışdı, amma yenə duran topdan fərqləndilər. Futbolçularını təbrik eləmək istəyirəm. Son saniyəyə qədər inanırdılar, mübarizə aparırdılar. Bərabəri qolun vurmaq istəyirdilər, çox yaxın idik. Olmadı. Mən bugün buradan komandamı və yaxud özümüzü məğlub hiss etmiş kimi ayrılmıram. Bugün biz bəlkə də bərabərliyə sonda layiq idik. Alınmadı, futboldur. Önümüzdəki oyunlara baxacağıq. Bizim üçün qarşıda 7 biri-birindən vacib oyun var. İndi var gücümüzdən oyunlara hazırlaşacağıq. Rəşad bəy, penaltini qaçıran futbolçunu bağışlamaq olar mı? Yoxmur ki. Penaltini kim qaçırmır ki? Özüm də qaçırdır, usta futbolçular da qaçırdır. Penalti elə bir epizoddur ki, penalti yox. Başqa da epizodlarımız vardı, qaçırdığımız epizodlar da vardı ki, yaxşı zərbə mövqeyinə çıxırdı futbolçularımız, amma daha çox rəqibin müdafiəçilərinə tuş gəlirdi zərbə və qapıcı uğurlu çıxış edirdi. Oyunumuz bir penalti ilə bağlı deyildi. Yaxşı fürsət idi, yaxşı şans idi. Çünki bilirsən, Qarabağ hesabı bərabərləşdirdin və yaxud hesabda irəli çıxdın, böyük təzyiqlə oynayır, amma vurub, qolu vurub, oyun bitmişdi artıq. Buradan ən az bir xalla ayrılmaq olardı. Yenə deyirəm, mən futbolçularımı bugün özlüyümdə məğlub olmamış kimi görürəm. Mənə görə penaltinin məşqi yoxdur. Penalti gərək oyun olsun ki, o futbolçu o təzyiq altında olsun ki, o təzyiqi hiss eləsin, vursun və daha çox orada məğlub olur. Məsələn, mən məşqlərdə 10 penaltidən onu vururdum, amma oyun zamanı böyük həyəcan keçirdim. Mən məşqdə sən 100-dən vur, o həyəcanı yaşamırsan. Və bu günləri ola bilsin ki, əslində yaxşı zərbəni yerinə yetirmiş, sadəcə o dirəkdən döndü. Ola bilsin ki, 95-ci dəqiqə vursan, oyun bitir, bir xalla ayrılırsan, aşırı bir təzyiq var üzərində qismətin, amma əslində o qismət